Xırdalan şəhərinin ən elit komplekslərinin birində. Avpark yaşayış kompleksinin tam olaraq girişində premium bir binada 116 kvadrat metrdən ibarət kubçalı mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Bir daha qeyd edirəm, 116 kvadrat metrdən ibarətdir. Tam olaraq qanuni 3 otaqlıdır. Xırdalan şəhərində yerləşir, Avpark yaşayış kompleksinin premium binasında. Bina 7 mərtəbədən ibarətdir. Mənzil yerləşir 2-ci mərtəbədə. Mənzilin binanın sürətli lifti var. Mənzilə aid hər bir şey qaydasında sənəd kubçadır. Təqdimata davam edirik mənzilin digər hissələri ilə. Mənzilimizin əsas giriş qapısı. Girişdən daxil olduq, solda belə bir gözəl qardırobdur. Mənzildə müəyyən əşyalar qalacaq. Bir daha qeyd edirəm, mənzilimiz Xırdalan şəhərində Avpark yaşayış kompleksində premium binada giriş hissədə 7 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Burada yerləşir sanuzelimiz. Bu hissədə hamam otağı üzr istəyirəm təqdim etdim. Sanuzel qovşağı burada da ayrı-ayrılıqdadır hər biri. Bütün otaqların müstəqil pəncərəsi var. Tam qanuni 3 otaqdan ibarətdir. Birinci yataq otağı, daxilində qardıroblusu. Əla təkliflərdən biridir. Bugünkü gün bu qiymətə qanuni 3 otaq qonaq otağını təqdim etdim sizlərə. Başda mətbəximiz burada. Digər yataq otağımız yerləşir. Sonda mətbəxi təqdim edəcəm sizlərə. Bu otaqdan da eyvana çıxış var. Binanın yeraltı avtodayanacağı qapalı həyət hissəsi. Yəni bu bina premium bir bina sayılır. Avpark yaşayış kompleksində kubçalı binadır. Tam yaşayışlı binadır. 24 saat mühafizə sistemi var. Qapalı həyəti var. Yəni bu həyətə hər kəs daxil ola bilmir. Bir sözlə ideal bir binadır. Və sonda təqdim edirəm sizlərə mətbəximizi. Sonda sizlərə təqdim edirəm mənzilimizin mətbəxini. Baxın, bu şəkildə genişlikdə mətbəxi var. Döşəməsi isti döşəmədir. Mənzilin isti sistemi kombi sistemidir. Kombisi radiatoru hər biri quraşdırılıb hazır gir yaşa mənzildir. Müəyyən əşyalar da qalacaq. Tam əşyalı deyil təbii ki. 116 kvadrat metrdən ibarətdir. Qanuni 3 otaqlıdır. Bu da bizim mənzilimizin eyvan hissəsidir. Qaranlıqda təbii ki, çəkməyə ehtiyac yoxdur. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.